Əksər insan səhər yeməklərindən imtina edir. Orada da çalışır ki, salat yesin, ya yüngül qidalansın. Bu qidalanmanı biz saxlayırıq axşama. Axşam da evə gedirik, ət üzərindən salat, şirniyyat. Ümumiyyətlə bu cür qidalanma, yəni gündə bir dəfə də olsa bu cür belə ağır axşam saatlarında qidalanma bizi hansı istiqamətlə aparır? Birincisi, mən tərəfdarı deyiləm gündə bir dəfə qidalanmanın. Normalda gündə 2 və ya 3 dəfə qidalana bilərik. İnterval acılıqlı təyin olunmuş pasientlərdə də 2 dəfə qidalana bilər, amma burada nəzərə almaq lazımdır ki, biz davamlı olaraq ac qalarıqsa, uzun müddətli aclıqlar gələcəkdə öd-daşı xəstəliyin yaranmasına gətirib çıxardır və öd kisəsi zamanla boşala bilmir. Köhnə qalmış öd durğunluğa uğrayır və daşlar yarana bilir və duran yerdə də bunun törədicisi özümüz oluruq. Bundan başqa da uzun müddət aclıqdan sonra qan şəkər səviyyələri kəskin enmiş olur və bizim doymama hissimiz yaranır. Ona görə axşam saatlarında artıq biz heç cür doya bilmirik. Yəni bu bizim özümüzdən asılı deyil. Üçüncüsü niyə tərəfdarı deyiləm? Çünki axşam saatlarında həddən artıq qidanın qəbulu insanın yuxu probleminə gətirib çıxara biləcək. Yuxudan narahat olması, gərgin olması, səhər daha əzgin ayılması, həyat keyfiyyətini və əmək qabiliyyətinin pozulmasına gətirəcək və ona görə də ən azından yuxudan 5 saat öncə də bütün qidalar qəbulunu kəsməyə tövsiyə edirik pasientlərə də və sağlam insanlara da əlbəttə ki.